Nerj tavada bişirirsən evdə, ət yapışır. Yağı tökdün, qızdırdın, əti qoydun, çıp yapışdı, qoparsan dil-dil olur. Bu videonu saxlayın elə, yanda yadda saxlayın, bir şey öyrədim. Bunu tezə öyrənmişəm. Deməli, bax, tavanı qoydun, yandırdın, qoydun. Onun öz vaxtı var. Yağında, birinci bir sənə necəsən? Qoydun, yandırdın, üstünü töksün, cız oldusa, deməli qəşəng istidir. Yağ tökürsən, yağ dağ oldu. Toyuğu qoy, tərpətmə. 10 dəqiqə, 15 dəqiqə, hər ətin öz vaxtı var. 10-15 dəqiqədən sonra özün görəsən, özü qopur. Vaxtı var, tez öyrənmişəm mən də onu. Amma keyfiyyət tavalar buraxır. Keyfiyyətsiz təbii ki, yenə yapışdıracaq. Söhbət nədir? Gəldi Baneranın tutqu. Tavaları niyə? Restoranı şeflərin, ən məşhur şeflərin istifadə elədiyi həmən tavaları gətirdiyi sizlər üçün evinizdə istifadə edin. Sağlam qidada təbii ki, sağlam gələcəyi var. Uşaqlarınıza, ailə üzvlərinə sağlam yeməklər bişirin. Nədir məsələ? Hər ölçülü tavalarımız var. Bu firmanı tanıyan tanıyır. Ən çox xanımlar tanıyarlar. Çox yüksək keyfiyyətli firmadır. Öz originaldır. Fikir ver. Burada induksiyona, tok, flan, plitka hamısına gedir peşlərə. Digər məhsullar da gəlib. Hamısı da münasib qiymətlə gəlib. Ən aşağı qiymətlə soruşun deyəcək. O bir videoları bizə paylaşacaq. Çaynikinə kimi, qazan dəstinə qədər, hətta aşağını göstərgənə Berlin tutqu görsən orada 10 parça qazan da var, super qiymətə. Hələ qiymətlər sizə də görəmişsiniz. Soruşun bir deyəcək, Duruxa, gəl götür, evdə qəşəng bu tavaların olsun, apar, pişir, sağlıqlı, getcə.